Kişi bəsdir, nə həvəsdir ki, əbəsdir bu düşübsən, girişibsən, ilişibsən. Qoşulubsan bu müsəlmanlara sən, bir para nadanlara sən. Kəmsavad insanlara sən, ayə, həvadis və rəvayətləri, hikmətləri, bu boş və gərəksiz bizə söhbətləri əzbərləmisən sən. Üzülüb çərrəmisən sən, oxumaqdan gözünün nuru gedib, canıva bəsdir, bu qədər qəsdi edib köhnəliyə meylivi saldın, hamıdan bir belə qaldın dala, ay Keybala. Bir bax, necə millət, bu cəmiyyət, bu cəmaət, ağalar həm də rəiyyət eləyib indi tərəqqi, danır, Allaha inanmır, ulu dərgahə inanmır, nə utanmır və usanmır bunu car eyləməyindən. Ateistəm deməyindən, dinəyindən onların əskiyimiz var. Niyə biz dalda qalaq, meyli xurafata salaq, biz də olaq intelligent, həm də müasir. Dəxi bir-bir qoşulaq biz onların cərgəsinə, səs də verək gür səsinə, bircəsinə əhli dinin, musliminin, ölkəmizin mömininin, verməyək ay qardaş aman ki danışa, həm çalışa, dini yayıb böyle ayıb işlərə məşğul olalar. Sonra bizim gül balalar dərs alalar, öyrənələr cümlə bu İslamı, həm İslamdakı qanunu, ehkamı, ola hamı müsəlman, oxuya ayət-i Qur'an bu cəmaət, ola adət eləmək haqqa itaət, həm ibadət. Və nəhayət, diləsən ki, olasan sahibi hörmət, gərək əlbət çıxasan dindən əzizim. Elə bu gündən əzizim, oxuyub bir-iki termin, tanıyıb Osho və Darwin, edəsən tarını inkar, həmi aləmdə nə kim var danasan. Alimi axmaq sanasan, hərzə deyib fırlanasan, ta ateist adlanasan ki, edəsən kəsb məqamı. Sonra peyğəmbər imamı söyəsən ki, deyə hamı sənə bu alim adamdır. Sözü hikmətli kəlamdır, onu dərk eyləməyən cahil avamdır, yəni xamdır. Nəyi pisdir ki, səni tərif edib həm öyələr, izzət ilə baş əyələr, həm deyələr ki, bu kişi iş gücün atmış, başını elm ilə qatmış, necə küfəngi fikirlər də yaratmış və böyük hörmətə çatmış. Dəxi yoxsa ki, a qardaş, a yoldaş, a sirdaş, a külbaş, sənin yazdığını nəşr eləməzlər, kitabın sərgiləməzlər, sənə şair də deməzlər. Vallahi batarsan, billahi batarsan, inkar elə haqqı Allahı, batarsan.